Bakıda ve Abşeron yarımadasında mayın 23'ünde hava değişken bulutlu olacak, arabir tutulacak. Esasen yağmursuz kesecek, lakin gündüz bazı yerlerde kısa müddetli az yağış yağacak. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, temperatur gecə 15-19, gündüz 22-27 dərəcə isti, atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Naxçıvanda gün ərzində bəzi yerlərdə az yağıntı ehtimalı var. Temperatur 18-23 dərəcə isti gözlənilir. Bəzi Azərbaycan rayonlarında hava yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcək, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə isə 20-23 dərəcəyə qədər isti olacaq.